Baxın, maşın budur. Pedalı var kutusunda. Bir ucun taxırsız maşının özünə, bir ucun taxırsız toka. Uzundur burası, açmamışam. Yerə rahat çatır. Əslində ayaqla işlədilməlidir. Dişlənməsindən yuxarı qoymuşum. Və burasında da knopkası var. Bunu basanda maşın yanır. Işığı da var orasında, yanır. Tikməmişdən qabaq əvvəlcə altdakı sapı doldurmaq lazımdır. Onun üçün bura açılır sola. Bura açılır aşağı. Burada çelnok var. Dartısı çıxır. İçindən də çıxır bu. Bunu taxırsınız bura. 2 dənə sap taxmaq yeri var. Qoşa iynə işlədə bilir, ona görə 2 dənədir. İndi birindən istifadə edəcəyik. Əgər sapınız bir dənədirsə, belə balacadırsa, bura taxmaq olur. Amma yox, sapınız böyükdürsə, onda elə belə dik duran formada qoyuram düz maşının arxasına. Amma bu dəmirin ortasında deşiyi var. Sapı keçirdirəm o deşikdən. Keçirdəndən sonra burada şəkili də var. Şpilkanı doldurmaq üçün bu yerin ikisinin arasından keçirdirəm. Sağ əqrəb istiqamətində heç olmasa 3-4 dəfə doluyuram ki, oradan çıxmasın və çəkirəm sağa. Bunu sağa çəkəndə iynə işləmir, təkcə bura işləyir. Doluyuram. Axıra kimi dolandan sonra öz-özünə dayanır. Pedalı basıram, bu fırlanmır, deməli dayandı. Bunu çəkirəm sola, çıxardıram. Baxın, maşının bu hissəsində sap kəsmək yeri var, buradan kəsdim. Sonra taxıram çelnokun içinə. Burasında belə kəsik yeri olur. Sapı keçirdirəm o kəsik yerdən. Belə paralel tutub yüngülcə dartanda keçir ora. Belə öz-özünü saxlaya bilməlidir. Sonra taxıram yerinə. Yerinə bir cürə keçir. Səhv keçirmək ehtimalı yoxdur. Belə şık eləyir, keçir öz yerinə. Aşağı ilə işim qutardı. İynəsini saplamaq üçün baxın, üstündə rəqəmlər var. 1, 2, 3. Belə rəqəmlər göstərib, ox göstərib. O oxları arxasınca bir-bir eləyirəm. Saplamağı kitabında da var. Gəlirəm, burada 1 yazılıb. Bu formada düşür düzünü aşağı. Burada var 2, buradan geri qayıdır. Burada var 3. 3'ü eləmək üçün orada dəmir olmalıdır. Onun üçün də maşının ən baş hissəsində qulp var. Onu özümə tərəf çevirirəm. Dəmir qalxır yuxarı. Sonra rəqəm necə göstərirdisə o cür sapı keçirdirəm. Düzünə düşürəm aşağı. Burada dəmir var bunun arxasından. Və iynənin yuxarısında qarmaq var. Bir dəfə də o qarmaqdan. Maşının öz iynəsini saplayan aparatı var. Onu işlətmək üçün iynəni qaldıram ən yuxarı. Yenə buradakı qulpun vasitəsilə. Sol əlimlə aparatı tuturam, sağ əlimlə sapı. Bu kitabında yenə göstərilib. Bu formada belə bura keçirəndən sonra geri buraxanda öz iynəsini saplayır. İynəni saplayandan sonra burada qulp var. Baxın bu. Bu o ayağı qaldırıb endirmək üçün. Ayağı qaldırdım yuxarı. Daha sonra yuxarıdakı sapı əlimdə boş saxlayıram. Və bu qulpu özümə tərəf çevirirəm. Sapı boş saxlayıram. Bunu bir polnu quruq çevirirəm. Onda altdakı sap da çıxır yuxarı. Hər ikisini tuturam. Qoyuram bu ayağın lapqanın altına, bunun altına. Və bu kəsmək yerindən də
sapın artığını kəsə bilirim. Sapladım, qutardım, tikməyə hazırdır. Oranı bağladım. Görürsünüz, bura boşdur. O boş olan yer yumru nəsə tikmək üçündür. Burada belə bu formada geyindirsəz, şalvarın ayağını, ya nə, yumru olan nəysə, belə fırladıb yumru tikmək olar. Tutaq ki, şalvarın ayağı da qoymuşam belə. Belə yumru şəkildə belə tikmək olar. Əgər yox, nəysə düz tikirəmsə, onda bunu bağlayıram yerinə. Saplayıb qutarandan sonra tikə bilərəm. Tikməmişdən qabaq baxıram bu cədvələ. Burada hansı tikişin hansı rejimdə olduğu göstərilir. 3 dənə qulp var. Birinə yazılıb selektor, yəni seçən, bu tikişin növünü seçir. Buna yazılıb length, bu tikişin uzunluğunu seçir. Buna yazılıb width, bu da tikişin enini seçir. Biri beləsinə olan məsafəni seçir, biri beləsinə olan məsafə. Məsəl üçün, A, burada qoyulub A. A düz tikişdir. Length qoyulub 2 mm. Düz tikişin eni olmur, amma altında baxın köməkçi şəkillər var. Biri nöqtə ortadadır, biri nöqtə solda. Burada da göstərilib. A düz tikiş ortada, B düz tikiş solda. Bunu belə fırladanda iynə yerin dəyişir. Hələ ki ortada 2 mm düz tikirik. Tikməmişdən qabaq parçanı qoyuruq altına. Laqqanı endiririk üstünə. Hər tikməmişdən əvvəl iynəni mən özüm endirməliyəm. Pedalı az basanda yavaş-yavaş işləyir. Çox basanda sürətli işləyir. Burada məsafəsini artıra bilərəm. Maksimum 4 milli tikir. Gəldim axıra çatdım. Tikişi düyünləmək üçün bundan istifadə edirəm. Bu zakrepkadır, revers deyirlər. Geri qaytarım. Bunu basanda, pedalı da basanda maşınka geri işləyir. Buraxıb pedalı basanda qabağa işləyir. Tikişi düyünləyəndən sonra iynəni qaldırıram ən yuxarı. Ayaqlığı qaldırıram. Parçanı çəkirəm. Kəsmək yerindən də sapı kəsirəm. Olur düz tikiş. Bu da tikişi düyünlədiyim yer. Hər sapı burada kəsəndən sonra sapın hər ikisini cüt tutub ən arxaya dartmalıyam ki, sap gödək olub iynədən çıxmasın. Yenə parçanı qoydum, endirdim. Burada var C. C zigzag. Hər dəfə bu qulpu fırladanda bu rejimi dəyişir də, elə bu tikişləri dəyişir. Hər dəfə bunu fırladanda fikir verirəm, iynə yuxarıda olur. Iynə bu vəziyyətdə olanda bunu fırlatmaq olmaz, ancaq yuxarıda olanda. Niyə olmaz? Baxın, bunu fırladanda iynə belə yer dəyişir. Parçanın içində olsa iynəni sındırır. Qoydum C. İndi hər ikisini dəyişə bilərəm. 4-ün 5-ə bu dəqiqə qoyulub. O deməkdir ki, böyük-böyük üçbucaqlar tikəcək. Buradan həm uzunluğunu, həm enini artırıb azalda bilərəm. Hər dəfə balacalaşdıqca üçbucaqların ölçüləri də balacalaşır. Bu uzununu, üçbucağın ucları yaxın olsun, bu da enini. Üçbucağın hündürlüyü az olsun ya çox olsun. Belə də eləyə bilərəm. Bunu maksimum qoyub, bunu minimum qoya bilərəm. 0 olmaz. 0 qoysaz irəli getməyəcək. Parça bir yerdəcə qalacaq. Məsələn, qoydum bunu 0. Bu da yerindədir. Baxın, basıram, parça irəli getmir. İynəni qaldırıram. 0-dan biraz çox qoyanda, burada şəkili də var. Minimum budur. Yəni bu 0-a biraz yaxın, amma 0-ın özü olmaz. Onda parça irəli gedir. Nə qədər böyük qoysanız tez gedir. Buradan enini dəyişə bilərəm. Baxın, tikdiyi budur. Bu birinci tikdiyi üçbucaq ən böyük idi.
Bu ikinci tikdiyi üçbucaqda həm enini, həm uzununu azaltdım. Bu çox xırdadır. Sıfıra qoyduğum yer buradır. Görürsünüz, çox sıxdır. İrəli getməyib. Bir yerdəcə qalıb. Sıfırdan böyük qoyanda belə yaxın-yaxın tikir. Burada da sıfırdan böyük qoymuşam, amma enini azaltmışam. Zigzagı bu formalarda belə tikmək olur. C-dən sonra baxın var D. Yenə iynə bu dəqiqə aşağıdadır. Qaldırıram yuxarı. Bunu qoyuram D. Bunu qoyuram maksimum 4. Bunu qoyuram maksimum 5. Lapqanı indirdim. İynəni yenə batırdım parçaya. Tikdiyi, baxın bu ən böyük üçbucaqlardır. Ona deyirlər sırıq tikişi. Sırıq tikişi nəyə lazımdır? Tutaq ki, iki parçanın arasına sintifon qoymuşsunuz. Onu sırıyırsınız ki, sağa sola qaçmasın sintifon. O zaman istifadə olunur. Böyük məsafəni tez yola vermək üçün böyük-böyük zigzaqlar. Burada fikir verək. Baxın, hər hərfdən iki cərgə tikiş var. Yuxarıda və aşağıda. Aşağıdakının rəngi də fərqlidir. Bu aşağıdakı cərgə tikişləri tikmək üçün, baxın, bu ikinci qrupun burada rəngi fərqli olan yazısı var. Çevirirəm bura. Yazılıb SS. SS super stretch deməkdir. Yəni stretch parçalar üçün olan ayrıca tikişlər. Məsələn, A bayaq qara olan hissədə tikirdi belə tək qat. İndi bu fərqli rəngdə olan hissədə tikəcək 3 qat. Qoyaq A. Yenə lapqanı indirdim. Baxın, tikdiyi budur. Üçbucağın altındakı. Belə 3 qat düz tikiş tikir. Burada var C. C'nin altına qoyanda 3 qat zigzag tikir. Üç qat zigzag belədir. İstəsəz yenə enini bu üçüncü qrupdan azalda bilərsiniz. Burada var D. D-yə qoyanda olur paxlava kimi. O parçanın büzülən yerlərini tikmək üçün. Baxın, burada D-yə qoyanda görünür ki, naxışın ucları bir-birini tam tutmayıb. Elə bir ki, məsafəsi biraz çatmır da. Görürsünüz, burada plus var və minus var. Minus qoyanda tikiş sıxlaşır, plus qoyanda biraz ucları aralaşır. Minus qoyub tiksəm, nəticəsi olacaq belə. Baxın, adi qoyanda belə idi, ucları bir-birini görmürdü, fərqli görsənirdi. Amma minusa qoyanda sıxlaşdı, artıq hamısı bir-birini görür, daha buradakı şəkilə uyğundur. Bu plus minusla onu tənzimləmək olar, tikişin sıxlığını azaldıb artırmaq olar, ancaq bu aşağıdakı cərgədə. D-dən sonraki tikişlər hamısı xüsusidir. Y ilə F, bu iki tikiş həm altdakı, həm yuxarıdakı 4 tikiş eləyir. Bu 4 tikiş lazımdır gizli tikiş üçün. Gizli tikiş üçün isə özünün ayrıca əlavəsi var. Ondan istifadə olunmalıdır. Əlavələrin çıxdığı belə balaca kloku var. Bunu açsaz, içindən çıxır, baxın bunlar. Əlavə şpilkalardır. Bu gizli tikiş üçün olan aparatdır. Bu zamok tikmək üçündür. Bu parçanın qırağını kıvırmaq üçündür. Bu sap kəsəndir. Bu atviyorkadır, bu yağdır, bu da əlavə iynələrdir. Bizə lazımdır bu və bir də bu. Bunu ora bağlamaq üçün iynəni qaldırdım yuxarı. Parçanı çəkdim, kəsdim, götürdüm.
Lapqanı indirdim aşağı. Baxın, burasında şurup var. Bu şurup. Atverkanı götürürəm. O şurupu çox yox. Heç olmasa 3 kuruq boşaldırım. Biraz boşaldandan sonra o qara dəmirin, baxın, 2 dənə yeri var. Bir kəsik yeri kvadratdır, bir yerinin ucu yumrudur. O yumru olan tərəfi taxıram şurupa. Yumru tərəfi taxıram şurupa. İtəliyirəm axıra kimi, dirənənə qədər. Dirənəndən sonra qayıdıb şurupu sıxıram. Çox sıxmağa ehtiyac yoxdur. Biraz güc hiss elədiniz, dayanırsınız. Bunun istifadə eləmək üçün kitabda da qaydası var. O nəyə lazım? Klasik şalvarların ayağında gizli tikişlər olur. Həmin o gizli tikişi tikmək üçün lazımdır. Onun üçün nə edirəm? Baxın, tutaq ki, şalvarın parçasıdır. Və qatlanmayıb da hal-hazırda. Ayağını qatlamaq lazımdır. Qatlamaq üçün bir kuruq qatlayıram. Müəyyən qədər artıq yer qalır da, bu qədər balaq olmaz, bu çox. Artıq qalan yeri onsuz da kəsib atacağım. O kəsiləcək olan yerdən bir də qatlayıram əksinə. Nəticədə baxın, yandan baxanda belə bir S hərfi alınır. S hərfi formasında qatlayıram. Məsləhət ki, ütüləyəsiniz. Ütüləsəz daha şux olur, tikmək də daha rahat olur. Belə qatlayandan sonra bu formada, baxın, orada bir qat alındı, görürsünüz, bu barmağımın ucunda. Həmin qat olan yeri maşını bu bağladığım dəmirdən söküyürəm. Baxın, o qara dəmirin aşağı çıxan ucu var. Qatladığım yeri söküyürəm həmin uca. Bu artıq qalıb o kəsiləcək dediyim yer minimum 5 milli ola bilər. Ondan az ola bilməz. Yəni orada tikiş payı qalmalıdır. Parçanın qatlanan yerini sökəndən sonra lapqanı indirirəm aşağı. Qalır üstündə. Gəlirəm bura. Mənə lazımdır Y. Bunu qoydum Y. Bunu qoydum 2. Bu qalır 5'də. Y 2 5. İndi tikə bilərəm. Parçanı tutmağınızdan çox şey asılıdır. Əgər düz tutsaz daha səliqəli olacaq. Tikdim, qutardım. Bu tərəfindən baxanda bana zigzag oxşuyur. Yəni Y tikişi orada necə idisə, burada da elədir. 2-dən daha sıx qoya bilərsiniz. Onda bu üç bucaqların ucları bir-birinə daha yaxın olacaq. Amma əks tərəfdən baxanda, baxın, o zigzag görünmür. Sadəcə belə xırda nöqtələr görünür. Bayaq dedim, tutmağınızdan çox şey asılıdır. Birinci dəfə çox qaçıtmışam deyə nöqtə böyükdür. Bu aradakılar ümumiyyətlə görsənmir. Baxın, tutub ən yaxşısı orada tutulub belə. Gizli tikiş budur. Bu tərəfdən baxanda zigzagdır. Bu tərəfdən baxanda toçqalardır. Əgər sap qara olsaydı onu görmək daha çətin olardı. Burada parçanın artıq qaldı belə. Onu kəsib artıq ata bilərsiniz. O şərtlə ki, mavi olan, sap olan hissəni kəsməyəsiniz. Yoxsa tikiş söküləcək. Bu oldu gizli tikiş. Gizli tikişlə işim qutardı. O qara dəmiri açıb götürürüm. Yenə indirirəm aşağı. Atverkasını götürürəm. Şurupu biraz boşaldıram. Boşaldandan sonra oradan özü rahat çıxır. Qayıdır şurupu bağlayıram yerinə. Aha. Y, F dediği yeni funksiyadır. Bu da gizli tikişdir. Burada var C ve H. C ve H overlock'a oxşar tikişdir. Onun üçün nə edirəm? Baxın, bu lapqanın görürsünüz orada boşluğu var. Mənə lazımdır boşluğun ən sağda olan hissəsi. Yəni bu tərəfə yaxın olan bu hissəsi. Lapqanı qaldırıram yuxarı. Tutaq ki, parçanın qırağı overlock olunmalıdır. Parçanın bir qırağını söküyürəm. Baxın, o boşluqda görünən hissəyə. Belə. Parçanın bir tərəfi qalır o boşluğun sağına yaxın. Bir tərəfi qalır lapqanın altında. Buradan qoydum G. Birdən bir daha yaxşıdır burada sıxlığı. Bu qalır 5. Yenə iğnəni batırıram və tikirəm.
Tutaq ki, G-nin altındakı bu overlocka daha çox oxşuyur. Onda bunu qoyuram. SS. Ya da istəyirəm iş sürətli olsun. Onda qoyuram bunu C. Bunu qoyuram daha sıx. Birdən də sıx. Heç olmasa bir. Baxın, olur belə. Bu G idi. Qırağından toxuya getdik. Bu G-nin altında olan tikişdir. Bu isə adi ziqzaqla toxuduğumuzdur. Belə eləyəndə daha sürətli olur, amma bunu kimi belə səliqəli görsənmir. G və H eyni funksiyadır. G, H. Burada var 4 dənə rüsunka. O rüsunkaları tikmək üçün yenə o lapqadır. Amma bu ikinci qulpu fırladıb birdən kiçik qoymaq lazımdır. Birdən böyük qoysaz buradakı şəkilə uyğun tikişlər alınmayacaq. 0 ilə 1-in arasına qoyuram. Məsələn, mənə lazımdır I. Qoydum I. 0 ilə 1-in arasına bu qalır 5-də. O rüsunka tikişləridir. Yəni, nəsə bəzəmək istəyəndə tikə bilərsiniz. Qoyduq. Yəni, eyni qaydada. Lapqanı indirirəm aşağı. İynəni batırıram və tikirim. Bu göstərici nə qədər sıfıra yaxın olsa, o qədər sıx toxunur. Amma birdən böyük olanda artıq bu rüsunkaya oxşamayacaq. Mənə nəticə oldu belə. Şəkildə nə görürsünüzsə, məsələn, I budursa, elə onu da tikir. Burada qoymuşdum biraz böyük, burada qoymuşdum balaca deyə sıx-sıx alınır. Amma birdən çox qoyanda artıq ölçü çox kobudlaşır deyə də naxışa oxşamır. Eyni qayda ilə digər üçünü də tikmək olar. J, K, L. Hamısı naxışdır. Bu da oldu. Naxışlar. Bu aypara kimi olan idi. Yolka ağacına oxşayan J-dir. Bu kuklan gözünə oxşayan K-dir. Axırıncı bu tikilən ziqzaq da L-dir. Bununla da işimiz qutardı. Qaldı bir dənə funksiyası. Baxın bu. Yazılıb one step button hole. Bir addımlı düymə yeri. Bizim dildə ilgək. İlgək eləmək üçün baxın, bunun kutusu belə bu formada açılır. Bura daxildir. İçinə istəyən bu xırdavatın hamısını bura yığa bilərsiniz. İçində var bu. Kitabında yenə var bunun izahı. Oranı bağladım. Bu lapqanı çıxardıb bunu taxmaq üçün baxın, bu var. Ən arxada, bu iynənin ən arxasında knopka var. Bunu basıram. Onda lapqa düşür. Bunu ora taxmazdan əvvəlcə ilgək açılacaq düyməni götürürəm. Tutaq ki, düymədir. Bu lapqa baxın bu formada sirmə kimi açılır. Belə açılır ya da bağlan. Bunu polunu açıram. Düyməni qoyuram buradakı boşluğa və bu sirmə olan hissəsini bağlayıram. Düymə qalır orada. Düyməni lapqaya yerləşdirəndən sonra parçanızın üstündə düymənin olacaq yerini işarəliyirsiniz. Tutaq ki, burada belə ilgək yeri olmalıdır. Bu ilgək yerinin mənə yaxın olan tərəfi olacaq başlanğıc. Baxın, bu lapqanın ən ucuna yaxın burada belə boşluğu var. Bu başlanğıc çəkdiyim xətti o boşluğa yerləşdirməliyəm. Əvvəlcə lapqanı taxaq.
Onun üçün bu məftil olan yeri, baxın burasında belə məftil var. Qoyuram bunun düz altına. Elə eləyək ki, sap heç ara dolaşmasın. Bunun altına belə düz qoyandan sonra bu qulpla indirirsiniz. Özü öz yerini tutur, artıq keçdi yerinə. Sapları bir qıraq eləyirik ki, dolaşmasın. Bayaq dediyim kimi, o başlanğıc xətti, o çəkdiyim xətti o boşluğa yerləşdirir, o bayaq görünən yerə. Baxın belə. O çəkdiyim xətti o boşluqda görməliyəm. Çəkdiyim xətti boşluqda görəndən sonra lapqanı endirirəm aşağı. Bu belə. Sapı yenə eləyirəm qırağa ki, dolaşmasın heç ara. Bu işarəni görürsünüz, kvadrat belə pəncərə işarəsi kimidir. Burada, burada və burada var. Bunu fırladıram. Qoyuram bu işarəyə. Bunu fırladıram, qoyuram bu işarəyə. Sıfıra olmaz, sıfır olmaz. Sıfırdan böyük olar. Bu pəncərənin üstündəki hər hansı bir yerdə olar. Sıfıra yaxın olduqca sıxlığı artır. Bunu qoyuram 5. Sapı əlimdə tuturam ki, heç ara dolaşmasın. İğnəni indirirəm aşağı. Baxın, bayaq istifadə elədiyimiz saplayanın ən arxasında başqa bir aparat var. Bu. Bunu indirirəm ən aşağı. Bu aparat ancaq ilgək yeri açanda istifadə olunur. Başqa hallarda lazım deyil. O indirirəm lapqanın orasına deyil. Bir növ beynidir. İlgəyin uzunluğunu təyin eləmək üçün. Onun hamısını eləyəndən sonra tikə bilərəm. Çox sürətli tikməyə ehtiyac yoxdur. Asta sürətlə tikirəm, özü gedəcək. Getdi, gəldi. Axıra çatanda özüm pedaldan götürürəm ki, dayansın. Dayandı. İğnəni qaldırdım ən yuxarı. Lapqanı qaldırdım yuxarı. Çəkdim, götürdüm. Oldu belə ilgək. İlgəyin ortasını kəsmək üçün baxın, öz içində belə bir aləti var. Başı belə açılır. Belə ucunun kəsən yeri var. Bu kəsən yerin biz olan tərəfini taxıram düz ortadan. O tikdiyim yerin düz ortasından. Sapları kəsməmək şərti ilə o arasını kəsə bilərəm. Götürürsünüz. Taxırsınız düz ortasından. Yavaş-yavaş ucundan kəsə-kəsə axıra kimi gəlirsiniz. Qıraqdakı sapları kəsməmək şərti ilə. Belə olur ilgək. İndi tutaq ki, bizə bir yox, bir neçə ilgək lazım. Tutaq ki, sarışqadır. Sarışqan bir yox, bir neçə ilgəyi var. O zaman heç nəyi dəyişmirəm. Burada düzəltdiyim heç nəyi dəyişmirəm. Hamısı qalır ardıcıllıqla yerində. Bir dənə baxın, bu qulpun üstündə reset sözü var. Bunu bir dəfə reset eləyəndə belə şıqqıltı səsi gəlir. Beyni sıfırlanır. İndi yenə o düyməyə uyğun olan ilgəyi ikinci dəfə, üçüncü dəfə, dördüncü dəfə aça bilərəm. Hər dəfə ilgək qutaranda, ya səhv eləyəndə, ortada yarımçıq qalanda məcburam ki, beynini sıfırlayayım. Yoxsa düz tikməyəcək. Nəticə elə yerindəcə qalacaq. Qaldı maşına qulluq eləmək. Əvvəlcə bunu çıxardırıq, aparatı qaldırırıq o istifadə elədiyimizdən yuxarı. Yenə bu knopkanı basırıq. Lapqa düşür aşağı, çıxardırıq əvvəlki qaydada. Əgər bundan artıq qalmağını istəyirsinizsə, baxın, lapqanı qaldıranda bundan da artıq qalxır, yəni, lazım olanda. Rahat götürürəm. Yenə o lapqanın sirməsini basıram, açılır. Və düyməmi götürə bilərəm. Bu belə. Adi tikiş lapqası budur. Eyni qaydada qoyuram altına. Lapqanı indirəndə özü yerini tutur. Qoydum düz tikiş. 3 normaldır və 5'ə. Bu belə. Maşını yağlamaq üçün və bəzi istifadə şərtləri var. Onun üçün nə edirik? Birinci şərt odur ki, bu lapqa belə istifadə etmədiyimiz halda, məsələn, qoymuşuq bir qırağa,
istifadə etmirik də, qalıb qıraqda. Bunu belə göydə saxlamaq olmaz. Bu belə aşağıda qalmalıdır. Və bunun altında nəsə olmalıdır. Zavoddan onun altına kağız qoyublar. Baxın, zavodda altına belə bir kağız qoyublar. Onun altında nəsə olur və qalmalıdır aşağıda. Əgər çox uzun müddət istifadə eləməyəcəksinizsə, 6 ay, nə bilim 5 ay, onda bu yağlı olsa daha yaxşı olur. Onda oranı yağlı saxlayır, qoymur paslanmağa. Maşının iynəsini dəyişmək üçün, baxın, burada belə qara bir qulp var. Bu qara qulpu özümə tərəf çevirirəm. Çox çevirməyə ehtiyac yoxdur. Elə bir kuruq, yarım kuruq bəs. Onda iynəni tutub çıxardanda rahat çıxır. Bu maşının iynəsinin bir tərəfi düzdür, bir tərəfi yumrudur. Baxın, bir tərəfi belə düzdür, bir tərəfi yumrudur. Düz olan tərəf, üstünə də həmişə nömrəsi yazılır. Düz olan tərəf qalmalıdır mənim əksimə. Yumru olan tərəf baxmalıdır mən tərəfə. Orada iynənin öz yeri var, taxıram ora və itəliyirəm mən yuxarıya. İynə düz dirənənə qədər yuxarı itələdim. Ondan sonra bu şurupu sıxa bilərəm. Çox sıxmağa ehtiyac yoxdur. Biraz güc hiss elədiniz, dayandınız. Maşının alt hissəsini yağlamaq üçün bunu açıram belə sola. Buranı açıram aşağı. Görürsünüz 2 dənə qara plastik var. Biri sola, biri sağa rahat açılır. Çelnok çıxanda bu səfər onun içində nə var idisə hamısı çıxır bəri. Bunu çıxartmağın ən rahat yolu odur ki, iynə ən yuxarıda olsun. Baxın, iynə ən yuxarıda olanda o altındakı da düz dayanır. Bu belə. Bunun burada belə görürsünüz kvadrat yeri var. Reys kimi. O reys olan hissəni indi tərtəmizdir. İşlətdikcə onun içi tiftiklə dolacaq. Sapın tiftiyindən ya parçanın tiftiyindən. Onu təmizləyirsiniz bu hissəni. Özünün balaca belə yağ flakonu var. Bu yağ yəni bunun üçün hələ çoxdur. Bir il bunu yağ işlətmək olar. Bir dənə bu hissəni, bu kvadrat olan hissəni bir damcı yağ vurursunuz. Tez-tez yağlamağa ehtiyac yoxdur. Heç olmasa 3 ayda bir dəfə lazım. Qayıdıb hər şeyi yerinə quraşdırmaq üçün, baxın, belə 3 dənə dəmirdir. Birinci gedir bu dəmir. Bu dəmirin belə iti bir tərəfi var. Bu hissə baxır aşağı, belə keçir yerinə. Onsuz da bir cürə quraşdırılır, yəni səhv quraşdırmaq ehtimal yoxdur. Bu iti tərəf baxır aşağı. Əlçəkən maşının baş hissəsini quraşdırmaq kimi şeydir. İkinci gedir bu dəmir. Bu dəmirin belə dırnaqlı yeri var. Keçir, baxın, buradakı bu kəsiyə. İkinci taxıram bu dəmiri. O dəmiri taxandan sonra plastikləri qaytarıram öz yerinə. Bu formada. Ən axırda da taxıram çelnoku. Çelnok da yerinə onsuz da bir cürə keçir. Bunun hamısını taxandan sonra təzədən işlədə bilərim. Bu aşağı hissəsini yağlamaq. Baxın, burada belə bir qulp var. Bu qulp sağa tərəf olanda öz gücü tələb eləyir. Belə basanda keçəcək sağa. Bunu qaldıraq yuxarı. Keçdi sağa. O sağa keçəndə baxın, maşının bu dişləri düşür aşağı və artıq maşın parçanı irəli aparmır. O iki halda lazımdır. Əgər özü sərbəst şəkildə naxış eləmək istəyirsinizsə, parçanı taxırsınız qasnağa, belə kvadrat nəyəsə, çevrə-çevrə özü naxış eləyə bilərsiniz. Artıq maşın düz getmir də, istədiyiniz tərəfə gedə bilər. Bir də düymə tikəndə lazımdır. O da kitabında var, düyməni necə tikildiyi. Bütün hallarda bu tikişlərin hamısını tikmək üçün bu qulp olmalıdır solda. Solda olmasa bu tikişlərin heç biri alınmayacaq. Maşının ən arxasında, baxın burasında, ucuna yaxın belə bir rezin var. Bu rezin. Bu rahat çıxır, çox balacadır. Taxılan yeri çox balacadır, rahat çıxır. Bunu belə çıxardandan sonra, baxın, orada görürsünüz yağlı yer var. Buraya da heç olmasa bir dəfə 3 ayda bir, 4 ayda bir damcı yağ vurarsınız. Çox vurmağa ehtiyac yoxdur. Ondan sonra taxılır yerinə. Belə rahat da qadir yerinə taxılır. Maşının yuxarı hissəsini yağlamaq üçün, baxın, burada şurup var. Bu şurup açılır. Şurup açılandan sonra bu ön hissədəki bu kırışqa, bu xətt boyunca belə, buradan belə rahat çıxır. Çıxardıb plasması qırağa qoyandan sonra bu qulpu fırladırsınız belə.
Qulpu fırladanda iynənin işlədiyi yerlə bunun içində, o plasmasın altındakı işləyən yerlər rahat görünəcək. O işləyən yerin hərəsinə yenə bir damcı yağ vurmaq lazımdır. Çox yağlamağa ehtiyac yoxdur. Və beləliklə maşını da yağlayırsınız. Heç olmasa 3 ayda bir dəfə. Maşının özünün çuxolu var. İşim qutarandan sonra bunu da bağladım. Maşını söndürdüm. Sap yerini koydum içine. Sapımı kestim, götürdüm. Ve pedalı da yerinden çıxartdım. Böyle sert kutusu var. Böyle böyük bir kutudur. Üstüne koyup bağlamaq için. Bunu koydum, bağladım. Qulpu olan yerini buradan çıxartmalıyım yuxarı ki tutmağa yeri olsun. Olur belə. Şamadan kimi götürüb istədiyiniz yerə apara bilərsiniz. İçindəkilər də bilinmir. Bu qədər.